Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. 2006-cı ildən əvvəl işləyənlərin pensiyası necə hesablanır? Vacib məlumatlar. Azərbaycanda pensiya məsələləri hər zaman vətəndaşların ən çox maraq göstərdiyi mövzulardan biridir. Xüsusilə də 2006-cı ildən əvvəl işləyən şəxslər üçün pensiya kapitalının necə hesablanması tez-tez verilən suallar arasındadır. Bir çox insan uzun illər əvvəlki iş stajının pensiyaya hansı formada təsir etdiyini öyrənmək istəyir. Mövcud qanunvericiliyə əsasən 2006-cı ilin yanvar ayının 1-nə qədər olan dövr üzrə pensiya hesablanarkən vətəndaşın ödədiyi sosial sığorta haqları deyil, əmək stajı əsas götürülür. Bu isə o deməkdir ki, həmin dövrdə işlənilən hər il gələcək pensiyanın formalaşmasına birbaşa təsir göstərir. Mütəxəssislərin sözlərinə görə 2006-cı ildən əvvəlki hər il iş stajına görə müəyyən məbləğdə şərti pensiya kapitalı hesablanır. Hazırki qaydalara uyğun olaraq həmin dövr üçün hər il əmək stajına görə 306 manat məbləğində şərti pensiya kapitalı nəzərə alınır. Məsələn, əgər bir şəxs 2006-cı ildən əvvəl 7 il rəsmi şəkildə işləyibsə, onun üçün 7 dəfə 306 manat hesablanır. Nəticədə 2142 manat məbləğində şərti pensiya kapitalı formalaşır. Bu məbləğ daha sonra şəxsin fərdi pensiya hesabında nəzərə alınır. 2006-cı ildən sonraki dövr üçün isə vəziyyət fərqlidir. Bu mərhələdə vətəndaşın əmək fəaliyyəti dövründə ödədiyi sosial sığorta haqları və həmin vəsaitlərin indeksləşdirilməsi əsas rol oynayır. Toplanan pensiya kapitalı illər ərzində artırılaraq fərdi hesaba əlavə edilir. Yaşa görə əmək pensiyası təyin olunarkən vətəndaşın fərdi hesabında toplanmış ümumi pensiya kapitalı hesablanır. Daha sonra bu məbləğ 144 aya bölünür. Yəni qanunvericilikdə nəzərdə tutulmuş 12 illik dövr üzrə aylara bölünərək aylıq pensiya məbləği müəyyən edilir. Bu səbəbdən 2006-cı ildən əvvəl uzun müddətli iş stajına malik olan şəxslər müəyyən üstünlük əldə edə bilirlər. Çünki onların həmin dövr üzrə qazandıqları staj əlavə pensiya kapitalı kimi hesablanır və ümumi məbləğin artmasına kömək edir. Ekspertlər bildiriblər ki, vətəndaşlar öz iş stajlarını və fərdi pensiya hesablarını mütəmadi olaraq yoxlamalıdırlar. Əmək fəaliyyətinin düzgün qeydiyyata alınması gələcəkdə daha yüksək pensiya almaq üçün vacib amillərdən biridir. Nəticə olaraq demək olar ki, 2006-cı ildən əvvəlki iş stajı pensiya sistemində mühüm əhəmiyyət daşıyır. Həmin dövr üzrə toplanmış əmək stajı şərti pensiya kapitalına çevrilir. Sonraki illərdə yığılan faktiki pensiya kapitalı ilə birləşdirilir və yekun pensiya məbləğinin formalaşmasına təsir göstərir. Buna görə də uzun illər rəsmi əmək fəaliyyəti göstərən şəxslərin gələcək pensiya imkanları daha geniş ola bilər.